Dünyadakı hər bir ölkənin paytaxtı olduğu hamıya məlumdur, lakin bu qaydaya riayət etməyən iki dövlət vardır. Onlardan biri Sakit Okeandakı ada dövləti, digəri isə Mərkəzi Avropada tez-tez ziyarət edilən turizm məkanıdır. Hər iki ölkə rəsmi paytaxtının olmaması ilə diqqət çəkir. Sakit Okeanda yerləşən Nauru Respublikası cəmi 21 kvadrat kilometr ərazini əhatə edən dünyanın ən kiçik ölkələrindən biridir. Təxminən 10.000 əhalisi olan bu ada dövlətinin Birləşmiş Millətlər Təşkilatının üzvü olmasına baxmayaraq rəsmi paytaxtı yoxdur. Nauru 14 inzibati rayondan ibarətdir və əhalinin əksəriyyəti sahil boyu yaşayır. Adalıların çoxu mədən sənayesində çalışır. Paytaxtı olmayan ikinci ölkə Avropada yerləşir. Bu İsveçrə dövlətidir. Federativ dövlət olan İsveçrə hər biri bərabər hüquqlu 26 kantondan ibarətdir. Beyn ölkənin faktiki paytaxtı olsa da, konstitusiya ilə heç bir şəhər rəsmi paytaxt elan edilməyib. Bu, İsveçrənin neytrallıq və bərabərlik prinsiplərinə əsaslanan idarəçilik fəlsəfəsindən irəli gəlir. İsveçrə tarixən mərkəzləşdirilmiş idarə etmədən uzaq durub. Parlament və dövlət qurumları vaxtaşırı müxtəlif şəhərlərə köçüblər. Ölkə daxilində hər hansı bölgəyə imtiyaz verməmək üçün hakimiyyət konstitusiyada rəsmi paytaxt təyin etməmək qərarına gəlib. Buna görə də Beyn yalnız federal şəhər sayılır, lakin hüquqi kapital statusuna malik deyil.